Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub. Xəbər verilir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1987-ci il təvəllüdlü Heydər Heydarovun qeyd edildiyi ad soyad şərtidir. Ov tüfəngi ilə qətlə yetirilməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Eynullah Eynullayev qeyd edildiyi ad soyad şərtidir saxlanılıb. Həmin şəxs qətlə yetirildikdən sonra bastırıldığı yerindən aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, istifadəsi, topdan və pərakəndə satışına dair qadağa gələn ilin aprelin 1-dən qüvvəyə minəcək. Xəbər verilir ki, bu Milli Məclisin sabah keçiriləcək plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Tütün və tütün məmulatı haqqında qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Milli Məclis dekabrın 19-da qanun layihəsini birinci oxunuşda qəbul edib və həmin redaksiyada qanun qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcəyi əksini tapmışdı. Layihənin ikinci oxunuşunda isə bu müddət 2026-cı il 1 aprellə əvəzlənir.